Bugündən paytaxtın Binəqədi rayonu ərazisində Koroğlu və Cəmi Naxçıvani küçələrinin kəsişməsində KOB Bazar satış yarmarkası fəaliyyətə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə fəaliyyət göstərən bazarda mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Bəs qiymətlər necədir? Əməkdaşlarımız maraqlanıb. Satış yarmarkasında 50'ye yaxın fermer və istehsalçı kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirmək üçün şərait yaradılıb. Elə yarmarkada diqqətimizi çəkən qida məhsullarının biri də bu kələm dolması oldu. Kələm dolması desəm də əslində turşudur. Elə adı da kələm dolması turşusu adlanır. İçindəki belə deyək də ədviyyatlar da elə turşuya məxsus ədviyyatlardır. Kimisi ailəlikcə istehsal etdiyi, kimisi isə ilk dəfədir yerli bazara çıxartdığı məhsulu satış yarmarkasında təqdim edir. Sahibkarlar deyir ki, məqsəd vətəndaşların ekoloji təmiz, keyfiyyətli qidalardan yararlanmasıdır. Yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan kənd təsərrüfatı və qida məhsulları satılır. Məhsullarımız sirkə məhsullarıdır bu indilik. İleride bizim doşablarımız olacaq, bəhməzi və nektarlarımız, onlar da hazırlanır. Hər biri yenə də dərmansız məhsullardır. Çeşidlərimiz də çoxdur. Çeşidlərə görə də hər bir deməli meyvənin öz vitaminləri, öz tərkibindəki olan maddələr, yararlı maddələr sirkəyə keçir. Bizdə yerli bazarda öz məhsulumuz yoxdur. İlk dəfədir çıxartmışıq bunu. Bütün istehsal öz zavod daxilimizdə olur. O kömürün də nə tüstüsü, nə qazı, heç bir şey yoxdur. Yəni ki, belə tam qorxusuz şəkildə, qapalı şəraitdə istifadə edə bilərsiniz. Gəl istehsalçıdan al şüarı ilə təşkil olunan satış yarmarkası həm bazarda istehlakçıların əlverişli qiymətlərlə məhsulları əldə etməsinə, həm də regionlarda fəaliyyət göstərən sahibkarların öz məhsullarını Bakı şəhərində istehlakçılara təqdim etməsinə zəmin yaradır. KOBYA'nın dəstəyi ilə həyata keçirilən bu proqram çərçivəsində sahibkarlar tərəfindən heç bir ödəniş, icarə haqqı ödənilmir. Bu da imkan verir ki, sahibkarlar tərəfindən istehlakçılara təqdim olunan məhsulların qiyməti digər bazarlarda və marketlərdə təqdim olunan qiymətlərdən kifayət qədər fərqli olsun. Çəkiliş apararkən alıcılara da rast gəldik. Nə almısınız? Hər şey. Yumurta, pendir, ikra. Qiymətlər necədir? Yaxşıdır. Pislər. Bazarla müqayisədə fərq var? Var. Belə geçsə yaxşıdır. Qiymətlər də normal qiymətlər deyil. Yarmarka Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftə sonu fəaliyyət göstərəcək. Ülkər Əliyeva, Pərviz Əliyev, Ağcəl Əskərli, ATV Xəbər.